Əli Ağayev təqdim edir. Dostlar salam, sabahınız xeyir olsun. Səhər saat 5-dir. Biz yenə də Donfeng Azərbaycanın qarşısındayıq. Çoxdan gözlənilən Şəki səfərimiz bugün baş tutur. Təbii ki, Şəki səfərimizi biz çoxdan da planlayırıq. Hətta bu barədə kiçik bir yarışma da eləmişdik ki, yarışmamızın da qalibi oldu. Şəki səfərimizin əsas məqsədi Şəkinin gəzməli, görməli və tarixi məkanları haqqında həm sizi məlumatlandırmaq, həm də səfərimizin əsas qəhrəmanı olan İPay 008 haqqında tam dolğun bir icmalı sizə təqdim etməkdir. Təbii ki, bu modeli də biz çoxdan da gözləyirik. Axır ki, gəldi, çıxdı və bugünkü səfərimizdə İPay 008-in tam icmalını izləyə biləcəksiniz. Bilirsiniz ki, bizim Yoldasan komandamızın çəkilişlərini və Yoldasan verilişini nəinki Azərbaycanda, hətta Azərbaycanda kənarda da izləyirlər və orada yaşayan həmvətənlərimiz üçün də ölkəmizin gəzməli, görməli yerlərini göstərmək də bizim üçün bir şərəfdir. Təbii ki, bugün tək deyirəm, mənim yol yoldaşım, yol həmkarım Rasim yenə də mənim yanındadır. Rasim, sabahın xeyir, xoş gördük. Sabahın xeyir Ali, saat 5 biz yenə fəaliyyətdəyik. Yenə Qarabağ gedişatımızı da yenə tez vaxt alışdıq. İndi yenə də saat 5-də hazırlaşmışıq. İnşallah Şəkiyə. Şəkiyə, bəli, Şəkiyə gedirik. Yeganə bir dənə Leyrikə biz günorta üstü getdik. O da nəyə görə bizim həmkarlarımız bizi bir qədər səhər dəvət elədikləri üçün hazırlaşdıq və ancaq günorta üstü çıxıb gedə bildik. Və nəzərə alsaq ki, Şəki bir qədər də uzaq məsafədə yerləşdiyindən gün həyatı, iş həyatı Bakıda başlamamış. Biz yola düzəlməyi nəzərə aldıq. Rəsim, istəyirəm kiçik bir giriş edəsən. İPay 008 var. Çoxdan gözlədiyimiz premium modellərimizdən biridir. İPay 008. Hamı gözləyirdi. Biz özümüz də çox səbirsizlə gözləyirdik ki, gəlsin çıxsın. İlk yürüşümüzdür uzaq yola. Yenə həmişə kimi modellərini təzə gələn kimi uzaq yürüşləri səndən bir yerdə eləyirik. Bəli, bəli. Ən dolu versiyasıdır. İnşallah indi yolda getdikcə tüm məlumatları verəcək. Bəli, bəli, hissə-hissə məlumatlar veriləcək. Avtomobilin texniki parametrləri, ölçüləri, clearance-i, nələrə qadir edir, hansı texniki özəllikləri var, bu barədə məlumat verəcəyik. İstəmirəm yubanaq, yolumuz uzaqdır. Gedirik Kürdəmirə, amma Kürdəmirə niyə gedirik? Onu Kürdəmirdə sizə məlumat verəcəyik. Özümüzdən müvayit olun, biz də özümüzdən müvayit olaq, gedirik Şəkiyə. Getdik. Dostlar, gəldik, çıxdıq Kürdəmirə. Hal-hazırda Kürdəmirdəyik, yol üstündəyik. Bilirsiniz ki, Yoldasan komandası uzaq məsafələrə çıxanda həmişə dincəlir və Yoldasan komandasının da dincəlmək məkanı, dincəlmək üçün seçdiyi məkan yol üstü məkanıdır. Niyə görə buranı seçirik? Çünki yol üstü məkanı uzaq yollara, uzaq məsafələr üçün çox əlverişli bir məkandır. Bilirsiniz ki, bizim İPay 008-imiz plug-in hibrid bir hibriddir və əsas özəlliklərdən biri nədir? Sürətli şarj portu var. Çox gözəl, hətta sürətli şarj portu da var. Biz hal-hazırda avtomobilimizi park etmişik və Rasim, zəhmət olmasa şarj doldurma prosesini bir dənə izləyicilərimizə başa salardınız. Bir portu var, bir ev şəraiti üçün balaca port, belə deyək. Bir də sürətli şarj üçün GBT portudur. Çin avtomobillər istehsalında ən çox istifadə olunan port budur. Hal-hazırda bu məntəqədə də həmən o GBT portu var, görürsünüz. Tam bizim avtomobilə uyğun olan bir portdur. Deməli, proqram vasitəsilə biz bunu taxırıq bura. Böyle keçdi. Və proqram təminatını da aktivləşdiririk. Başla sesi. Bu proqram artıq bizim... Mən indi hal-hazırda yüklədim. Bəli. Prosesdədir. İndi kartımı istəyir, indi kartımı əlavə edəcəm oraya. Proqram
başlayacaq işləməyə. Əla. Və Rasim, sən bu prosesi davam elə. Mən bir qədər məkan haqqında məlumat verim. Hal-hazırda olduğumuz məkan Kürdəmir yolunun üzərində 115-ci kilometrdə yerləşir və niyə deyirəm bu məkanı seçirik? Çünki bu məkanda bir sıra kompleks işlər var. Yəni uzaq məsafəyə çıxıb yolda dincəlmək üçün tam funksional bir məkandır. Gördüyünüz kimi böyük park ərazisi var, kifayət qədər böyük park ərazisi var. Eyni zamanda ehtiyacların ödənilməsi, rahat dincəlməyin ən məncə də yolüstü ideal bir seçimdir. Çünki bilirsiniz də uzaq məsafələrdə istirahət etməyə məkanlar çox azdır və bir qədər şəhərdən ayrılandan sonra şəhər tipli və eyni zamanda yeni müasir içkilərin tapılması bir qədər çətinlik törətdiyindən, amma bu problem tamamilə yolüstü məkanlarında həll olunub. İndi bir-iki dəqiqədən sonra biz məkanın özünə daxil olacağıq və məkanda olan görüntüləri də sizinlə paylaşacağıq və yeri gəlmişkən bizim komandanın digər üzvləri də artıq buradadılar. Onlarla da sizi tanış edəcəyik. Rüfət, gedək içəri. Bu da bizim food mood yol üstümüz. Külək olduğundan, küləkli hava şəraiti olduğundan bu qədər yelkənlər artıq yığılıb. Ehtiyac yoxdur onlara. Yayda isə bura çox super olur. Kölgəlik, sərinlik və istirahət üçün tam ideal bir məkandır. Təklif edirəm ki, gəl içəri keçək, həm də komanda üzvlərimizlə orada da görüşək. Bu da bizim məkan. Salam, sabahınız xeyir, xoş gördük. Necəsiz? Təşəkkürlər, minnətdaram. Gördüyünüz hər bir içki, hər bir istirahət zonası üçün ideal bir məkan Foodmoodda var və bizim komanda üzvlərimiz artıq orada əyləşiblər. Salam, xoş gördük. Sevinç xanım, necəsiz? Biz də yaxşıyıq, təşəkkür edirəm. Hər kəsə nuş olsun, hər kəsə nuş olsun. Cəmil abi, sizlə biri gördük. Bu bizim Nəriman qardaşımızdır, bizim həkimimiz. Nəzrin xanım, bizim marketing şöbəmizin əməkdaşıdır. Və Sevinç xanım, bizim yol yoldaşımız. Mən şəhərdən çıxanda sizə bildirmişdim ki, bizim Dongfeng komandamızın bir hissəsi artıq yoldadır. Çəkilişə getməkdən və öncədən bəzi çəkilişlər etməkdən ötürü bizdən hardasa bir 10 dəqiqə qabaqcadan çıxmışdılar. Burada görüşdük. 10 dəqiqədə qabaqca. 10 dəqiqə qabaqda çatdılar, bəli. Həmən 10 dəqiqə bu 10 dəqiqə idi. Sağ olsunlar. İndi istəyirik bir yol boyu, yolda olan məsələlərimizi, çəkilişlərimizi və planlarımızı bir qədər planlayaq, çəkilişlərimizi hazırlayaq, nələri çəkəcəyik, necə çəkəcəyik və ondan sonra yolumuza davam edək. Biz çay içirik, siz də çay için. Əla, öz səhər yeməyimizi də yedik. Sağ olsun Foodmood, sağ olsun yol üstü. Yüksək səviyyədə səhər yeməyi bizə təşkil elədilər. Rüfət, mən gedirik avtomobilimizin yanına. Komanda heyətimiz də oradadır. İstədik komanda heyətinin yanına çatana qədər kiçik bir vlog hazırlayaq. Məncə çox məsləhətli bir yerdir, yox Rüfət? Bəli, əlbəttə. Çox gəlmək olar. Bəli, təmiz, səliqəli, şəhərdə axtardığınız və yolda tapa bilmədiyiniz içkilərin hər birini alıb istifadə edə bilərsiniz. Necə ki, mənim həmkarım Rüfət indi kapuçino içir, ya amerikano içir hətta. Bəli, amerikano içir. Mən elə şeylərdən bir qədər uzağam. Mənki çaydır, qənddir. Amma çox, belə deyərdik ki, doyumlu bir səhər yeməyi yedik. Hər şey yüksək səviyyədə idi. Qalıb indi bizim Şəkiyə çatmağımız. Rüfət bizdən gedəcək. Digər komanda heyəti Mec avtomobili ilə hərəkət eləyir. Nəzərimizdə saxlamışıq ki, sağlıq olsun, hardasa saat yəqin 12-nin yarısına. İndi 11-ə işləyib 10 dəqiqə. 12-nin yarısı üçün sağlıq olsun, Şəkidə görüşərik. Gedək? Gedək.
Getməmişdən qabaq bizim yükləmə şarjı haqqında kiçik bir haşiyə eləmək istəyirdik sizin üçün. Deməli, Rasim, bir də zəhmət olmasa Rüfət, monitoru çək. Hal-hazırda bax biz bura daxil olanda 38% zaryadka qalmışdı da bizdə. Maraq üçün burası bu tok sisteminə qoşduq, sürətli şarj. 90 kW-lıq stansiyadır. 10 dəqiqə ərzində 38-dən 71-ə qədər yüksəlir. Məbləğ də 2 manat 70 qəpik. Məncə qəpik quruş sayılır belə bir uzaq məsafə üçün. 5 manat balansdan çıxır, o aktivləşdirilməsi üçün. Faktiki olaraq həmin o 5 manatdan çıxır da bu 2.70. Yəqin ki elə olacaq. Çox güman ki elə olacaq. Biz də birinci dəfə idi bu avadanlıqla avtomobili şarj edirdik. Amma məncə 10 dəqiqəyə demək olar ki avtomobili 71%-ə. 10 dəqiqə 50 saniyə fikir verin. Baxın 11 kilovat sürət tutumu 2 manat 70 məbləğ. İndi də hal-hazırda 74 orada göstərir. Proqramda indi biraz yubadır, amma orada daha tez göstərir. Biz mənə elə gəlir ki, bir 5 dəqiqə də dayansaq, avtomobil 80-dan da yuxarı qalxar. Çünki danışa Bunu belə eləyək. 80-da saxlayaq, rekomenduyum. Aha. Gedək, baxaq görək. Şəkiyə çatanda şarjımız nə qədər qalır? Baxarıq, bəs maraq üçün. Maraq üçün, bəli. Təbii ki, biz avtomobillə yola çıxmışıqsa, avtomobili hər tərəfli test eləməliyik və bu da bizim belə deyirlər, testimizin bir növü olacaq. Bu belə deyək də, tam sırf elektrik avtomobil deyil, yəni hibrid avtomobil olduğu üçün bu bizim üçün prost özümüzə bir maraqdır. Görək. Təbii, əlbəttə ki. Yəni burada bir ekstremal bir sınaq yoxdur ki, biz zavod qoyduğu gedişatı təqdim eləyək falan. Təbii, əlbəttə ki, bu bizim özümüzə maraqlıdır və ən azından bir şey də vurğulayım ki, müştərilər gəlir, bəzən standart olmayan suallar verirlər ki, bizim bu hal-hazırda elədiyimiz prosesdə həmən o standart olmayan suallara aiddir. Soruşa bilsələr, qardaş, belə bir şey başımıza gəlib, bu cür eləmişik. Yəni, bu bizim özümüzün gördüyümüz bir prosesdir. Təbii ki, burada görsənlənən və test olunan hər bir şey də bizim yekunda Şəki səfərimizdə öz əksini tapacaq. Bəli, bəli. 78, 2%-dən sonra 80 olacaq və biz də yolumuza davam edəcəyik. İndi bax, sessiyanı sonlandıracaq. 80%-dir. Şu tam bəs edəcək. 79. Dost maraqlıdır. Sürətli şarj 90 kW-lıq stansiyadır. Bayaq baxdım, tam rahat verir. İndi hal-hazırda şarj gücü verir 68 kW. O aydın da. O təbii. Hə, o işığın sisteminə görə. Rasim, onda hardasa 10 dəqiqə burada gözləsək 100% edə bilər. Hə. Məsələn 80 eləyək, sessiyanı sonlandıraq. 80. Sonlandır. Zəhmət olmasa Rüfət monitoru da göstər. Hal-hazırda avtomobilimizin faizi 80%-dədir. Dayandırdı, hazır. Əla. Məbləğdəki 3 manat 60 qəpik. 3 manat 60 qəpik elədi. Əla. Yolumuza davam edirik. Şəkidə görüşərik. Şəkiyə çatmağımıza sayılı dəqiqələr qalıb deyək. Nəyə görə? Hardasa yarım saata Şəkiyə çatacağıq. Bu sayılı dəqiqələr bizim üçün nəyə görə? Çünki uzaq yola çıxanda artıq az məsafə qalanda biz onu sayılı dəqiqələr deyirik. Ona görə də istədim məsafənin azlığından istifadə edərək Rasimlə kiçik bir vlog çəkək. Rasim, bu bizim bu avtomobillə, ümumiyyətlə bu avtomobilin uzaq məsafəyə ilk sürüşüdür. Və ümumiyyətlə bu avtomobili ilk biz test edirik uzaq məsafəyə. Məncə də çox əla vəziyyətdə də davam edirik. Belə deyəli, açığı indiyə qədər sürdüyüm, belə deyək də, Dongfeng avtomobillərinin ən böyüyü budur, ölçü baxımından. Bizim Hyundai, Mage, Epay 007 biraz fərqlidir. Yəni kompakt olduğu üçün biraz belə deyək, maşının idarə etməsi fərqlidir, maşının komfortu fərqlidir. Bu tamam başqa bir şeydir. Belə deyək,
hiss olaraq avtobus hissi vermir. Yəni böyük olmağına baxmayaraq artıq uzunluğu bilirsiniz də 5 metr 2 santdır. O hissləri vermir avtobus hissini ki, sən böyük avtomobili sürürsən. Eyni zamanda kifayət qədər yol sürdük. Harasa bir 300 kilometrdən çox məsafə sürmüşük, belə deyək, bir şey qalmayıb. O qədər komfortlu, o qədər səssiz. Bu da nədən irəli gəlir? 2 qat şüşələr var bu avtomobildə. Həm qabaqda, həm arxada. Biz onu çəkiliş vaxtı yeri gəlmişkən, Şəkidə tam icmalını edərkən 2 qat şüşəni, texniki göstəriciləri, parametrləri barəsində ətraflı məlumat verir. Yəni onu görəcəksiniz. Ümumi götürəndə, yəni mənim fikrimcə bu avtomobil prestij, komfort, lüks axtaran insanlar üçündür. Çünki burada bütün o sadalığın bir hissələr hamısı birləşdirilir bu avtomobildə. Yəni həddindən artıq səssizlik, həddindən artıq qənaətli, həddindən artıq komfort, premium görünüş. Aslında bu biznes klass gedir də. Bu bəli, biznes klass. Bildiyiniz biznes klass. Çünki 6 nəfərlik premium segment SUV-lərdə, belə də biznes klass SUV-lərdə baxın, adi standart SUV 5 yerlikdir. Bilirsiniz ki, 6 nəfəri artıq premium sayılır. Nəyə görə? Çünki burada kapitanski deyirlər də, belə deyə bir slang var, bir deyiliş var. Kapitan yəni hər bir oturacaq ayrı-ayrı, hər bir sərnişin üçün sürücü kimi və qabaqda oturan sərnişin kimi komfortlu oturacaqlar var. Ona görə də yəni bu premium sayılır. Eyni zamanda da askı sisteminin komfortu, yəni baxın biz getdiyimiz yol bilirsiniz ki, ideal yol deyil. Məsələn biz İPay 007 ilə getdiyimiz yolda Lerik Astara yolunda. Bəli. Onun belə deyək, yolun hala olan vəziyyəti burdan yaxşıdır. Yəni təmir indi daha təzə olunub deyən indi daha yaxşıdır. Eyni zamanda bu avtomobil bu yolda çox yaxşı özünə apardı. Açıq gözləmədiyim qədər yaxşı apardı. Ləngər vurmur yolda, yəni oynamır, tam küp oturur asfalt üzərində. Eyni zamanda da arxada oturan da sərnişin, arxada oturan ümumiyyətlə komfort baxımından çox komfortludur. Yəni o arxada oturan sərnişinlərimizin üzünün mimikasından hiss olunur ki, yəni bu Rüfətdir bizim operatorumuz. Rüfət yeri gəlmişkən mikrofona yaxınlaş, səndən də bir fikir almaq istəyirəm. Sənin fikrincə, yəni arxada əyləşən sərnişinin rahatlığı tam təmin olunubmu? Bəli, tam şəkildə təmin olunub. Oturacaqların əsaslı idarə olunması, yəni uzaq yolu hiss elətdirmir insana. Hər şey əla, yüksək səviyyədə. Hətta səhər tezdən yola çıxanda Rüfət bir qədər yorğun idi. Rüfət elə mışıl-mışıl, elə qəşəng yatmışdı. Lap belə Rüfətə həqiqətən paxıllığımız tutdu. O dərəcədə. Və bir nüans da var. Avtomobilin ümumi yol gedişatı və sərfiyyatı. Biz Kürdəmirdə olanda avtomobili şarj etdik. Bu barədə kiçik bir görüntünü bundan qabaq izləmisiniz. Və Bakıdan çıxanda bizim şarj göstəricimiz nə qədərdir, Rasim? Şarj göstəricimiz 80% idi, 100% deyildi. Çıxdı. Kürdəmirdə 38% şarjımız qalmışdı. Və sadəcə maraq üçün, yəni bayaq dediyim üçün qoyduq görə, yoxlayaq görə bu sürətli şarjla nə qədər müddətə yığır. Bayaq bir videoda da görəcəksiniz inşallah. 38%-dən 80%-ə qədər 12 dəqiqə yığdı və maddiyyat baxımından da 4 manat 50 manat. Yox, axırıncısına baxdım, ümumi hamısı bir 4 manat 50 qəpik arası tutdu. Hə, mən onu 3 manat görmüşdüm, dayandırdıqdan sonra verdim. Hə, 4 manat 50 qəpik əladır. Yəni demək olar, əslində məsləhət olaraq nə vermək istəyirəm sizə? Çalışın, plug-in hibrid avtomobilləri heç vaxt sürətli şarjda 100% etməyin. Məsləhət olaraq. Ümumiyyətlə belə deyək, hər bir istehsalçı istəyir elektrokar olsun, istəyir hibrid avtomobil olsun, istəyir REV texnologiya, yəni hibrid avtomobil olsun, istehsalçının tövsiyəsidir ki, gündəlik əgər şarj etməyə imkanınız varsa, yəni diapazon 20%-dən 80%-ə qədər bu diapazonda saxlamaq. Əgər yox, sizin şarj qoymağa imkanınız yoxdursa, yəni
bilirsiniz ki, uzun məsafə sürəcəksiniz, onda 100%-ə qoya bilərsiniz. Orada bir məhdudiyyət yoxdur, sadəcə tövsiyədir. Bəli, tövsiyə olaraq bu da nəyə görədir? Orada olan batareyaların ümumiyyətlə ömrünü daha uzun saxlamaqdan ötürüdür. Resurs baxımından tövsiyə hər bir halda istənilən batareyada, yəni tam dolumu belə deyək, onun ömrünü o qədər uzatmır. Amma boş sektor batareyanın özündə saxlayanda o onun resursuna müsbət təsirli və istehsalçının təxmini qoyduğu resurs elə gəlib çıxır. Bir də Rasim, istəyirəm avtomobilin texniki göstəriciləri barədə də kiçik bir məlumat verəsən bizim izləyicilərə. Hansı sistemdir, necədir, nələri var və sürüş, yürüyüş ölçüləri? Deməli, Pay 008-in bu ən maksimal komplektasiyası da hal-hazırda bizdə 6 nəfərlik. Mühərrik 1.5-dir. REV texnologiyadır, yəni paralel gibrid deyil, yəni belə deyək, последовательный gibriddir. Yəni mühərrik burada generator rolunu oynayır. Sürüşdə heç bir funksiya yerinə yetirmir. Sadəcə şarj etmək üçün. Və ona görə də biz Bakıdan çıxanda 80% şarjla və tam dolu belə deyək, yanacaqla 1080 kilometr göstərdi. 1080 idi, bəli. 1080 kilometr göstərdi. Təxmini mənim fikrimcə, əgər 100% şarj olsaydı, təxmini 1150-1100 ətrafında olacaqdı. İndi hal-hazırda deməli, yanacaq 694 kilometr qalaraq qalır. 45% şarjımız var və VLTC standartı ilə 766 kilometr ilə gedişatımız var. Şəkiyə nə qalıb? Şəkiyə, bəli. Hardasa biz yarım saata çatırıq Şəkiyə. Bu avtomobilin ilkin məlumatları idi. Ölçüləri isə təbii ki, Rasim. Ölçüləri uzunluğu 5 metrə 2 santdır. Tam dolu, hündürlüyü clearance 21 santıdır. Öz segmentin ən böyüklərindən biridir. Yəni bu segmentdə müqayisə ilə öbürlərindən həm böyükdür, həm komfortludur və ən böyük üstünlüyü qiymət məsələsidir. Bu segmentdə bu qiymətə, yəni bu cür təchizatlı avtomobil 54.900 manata hal-hazırda yoxdur. Bu bir mənalı olaraq belədir. Öz segmentində deyərdim ki, qiymətdə belə, nəinki keyfiyyətdə, qiymətdə belə öz rəqiblərinə meydan oxuyur bu avtomobil. 100%. Bu avtomobilin xarici görünüşünü siz görmüsünüz. İstəyirdim bir qədər də daxili görünüşünü görəsiniz. Zaten bizim operatorumuz Rüfət sizə bu avtomobilin bütün xarici və daxili görüntülərini ayrıcı olaraq təqdim edəcək, ümumi icmalda. Minimalizm stilindədir. Bəli. Yəni əksər lazım olan... Qəhvəyi rəngdə salonu var, dəri salon. 12,8 düyümlük bir monitordur. Tam funksionallıq bir monitordur. Biz onu İPAI 007-də də görmüşdük. Yəni belə deyim də, avtomobilin bütün daxili imkanlarını bu monitorla idarə edə bilirsiniz. Tam. Nəzarət edə bilirsiniz bütün sistemə. sistemə. Hər bir funksiyaları hamısı monitor vasitəsilə tənzimlənir. Bütün komforta aid olan funksiyalar. Bunu görürsünüz. Baxın, Bluetooth, Wi-Fi, video registrator funksiyası. Yəni bütün bu funksiyaların hər biri hal-hazırda avtomobildə fəaliyyət edir, fəaliyyət göstərir. Yəni biz bunların hər birini qoşmuşuq. Burada görürsünüz kameranın qırmızı yanmağı onu göstərir ki, hal-hazırda avtomobil yolu da çəkir. Bəli. Yol da çəkir. Bir şey də vurğulayım əli. Deməli bu avtomobildə bütün funksiyaları, yəni hər bir funksiyanı bir-bir ayrıca tənzimləmək olur. İstəyir məsəl üçün video registratorun tənzimləməsini, istəyir Wi-Fi-nin tənzimləməsini, klimat kontrol. Yəni bir çox üstünlüklər verir insana, sürücüyə, hansı ki istədiyi formatda özünə məxsus tənzimləmələrini eləsin, rahat və idarə etsin bu avtomobili. Belə, bu avtomobilin ilkin icmalı idi. Təbii ki, bir qədər sonra Şəkidə biz avtomobilin tam icmalını edəcəyik. Şəkilin gəzməli, görməli, tarixi abidələrini də sizə göstərəcəyik. Sək akustikası möhtəşəmdir və eyni zamanda səs dinamikləri superdir. Biz bir qədər bundan qabaq hətta mahnı da oxuyurduq. Çox super səs akustikası var. Yəni biznes class, biznes SUV tipli bir avtomobil istəyənlər məncə düşünmədən bu avtomobili əldə edə bilərlər.
Belə, məsafəmiz az qalıb, Şəkidə görüşənədək. Hər birinizi Şəki şəhərində xoş gördük. Dongfeng Azərbaycan və Yoldasan komandası hal-hazırda Şəki şəhərindədir. Şəkillər demişkən, haydi, sizin gözünüzü yiyim. Gəldik, çıxdıq Şəkiyə və avtomobillərimiz tam yüksək performans göstərərək heç bir problem yaşamadan bizi Şəki şəhərinə gətirib çıxartdılar. Bu bizim Yipay 008 modelinin uzaq səfərə birinci yürüşüdür və düşünürəm ki, heç bir problem yaşamadıq. Tam komfortlu şəkildə Şəki şəhərinə çatdıq. Amma tək mənim fikirlərim olmayacaq. İstəyirəm Rasimin birinci fikirlərini alım, bir mütəxəssis kimi və ondan sonra bizim Dongfeng komandası da buradadır. Necə deyərlər, ilkin ideyaları və ilkin fikirlərini sizlərlə bölüşəcəklər. Rasim, səni Şəkidə xoş gördük. Çox sağ ol. Axır Şəkiyə də gəldik, çıxdıq. Təbii. Biz belə planlaşdırmışdıq qabaqcıda. Görürsən, gəldik, çıxdıq. Əla, super, çox rahat, komfortlu, 1 qram yorğunluq yox. Maşın ümumiyyətlə yormur. Yəni, bütün yolu elə fikir verirəm, elə hamı yatır maşında. O da deməkdir ki, maşın həddindən artıq çox komfortludur. Həddən artıq. Yürüşümüz nə qədər qalıb bizim? Təxmini arası Qarışıq rejimdə. 13-14 kilometr qalıb təxmini Şəkinin mərkəzinə qalıb. Mərkəzinə qalıb və hal-hazırda avtomobilin yürüşü isə 700 nə qədər idi, səhv eləmirəmsə. Hə, o yox. 705 idi. Ümumi çox idi. Ümumi çox idi. Hə, biz burada Bakıdan çıxanda 600, obşi yarısı 340 kilometr gəlmişik də belə deyil. 340-350 kilometr yaxın gəlmişik. O bizim sürüş məsafəmizdir, amma ehtiyat yürüşümüz isə bundan sonra 700-dən çoxdur. Bəli, bundan sonra 705 kilometr səhv eləmirəmsə, dəqiq şəkildə onu yaxından biraz da çəkib göstərəcəyik sizə. 705 kilometr qarşı halda gələ bilərik. Və mənim yanımda bizim marketinq şöbəmizin rəhbəri. Xoş gördük. Sizi Şəkidə xoş gördük. Xoş gördük. Necəsiniz? Necə gəldiniz? Yaxşı gəldik. Biz Mage-lə gəlmişdik, Dongfeng Mage-lə. Ya məndə də hamı yatmışdı. Demək mən yaxşı sürürmüşəm ona görə. Ya Rasim də yaxşı sürücü olduğuna görə, mən də yaxşı sürücü olduğuma görə yatmışdı hamı. Yaxşıdır. Xoş gəldik Şəkiyə. Ümid edirik ki, Şəkidəkilər də bizi çox bəyənəcək, baxacaqlar da. Təbii. Biz də Şəkini çox sevirik. Yəni səfərimizi də davam edəcəyik. Və yeri gəlmişkən Şəki şəhərinin ən görməli, ən baxımlı yerləri ilə də sizi tanış edəcəyik. Tariximizə səfər edərik, tarixin ən necə deyərlər, maraqlı və gözəl anlarını sizinlə bölüşəcəyik. Və komanda heyətimiz böyükdür. Backstage-də bizim bir sıra şəxslərimiz var. Nəzrin xanım arxadan bizi çəkir. Əlavə olaraq Nəzrin xanıma da buradan salamlarımızı çatdırırıq və o çox xoşlamır danışmağı olan bir şeydir. Yavaş-yavaş onu da danışdırarıq. Sevinç xanım, sizin ümumiyyətlə səfərimiz barədə, yəni avtomobilin ilkin belə deyim də yürüşü ən böyük məsafəsi buradır. Kifayət qədər də deyim ki, az yaxın məsafədə deyil, uzun bir məsafəyə gəlmişik. İstəyirik təbii ki, biz sağlıq olsun, nəzərimizdə var. Şəki şəhərində qismət olsa ya şəhərin mərkəzində ya da Kiş Alban məbədində biz avtomobilin tam icmalını sizdən təqdim edəcəyik. Amma sizin fikirləriniz necədir Yipay 008 barəsində? Mən özüm də onu test eləmişəm, bir çəkilişimizdə özüm də sürmüşəm. Yəni digər modelini də sürmüşəm və bunu da yəni çox yaxşıdır. Sanki avtomobil yox da çox belə rahat bir sürüş edirsən. Yəni çox yaxşıdır. Hətta Mage də onun kimidir. Yəni bir-birlərindən yəni sürüşü ilə, rahatçılığından fərqlənmirlər də. Və onu da bildirim ki, Mage modeli Sevinç xanımın dəhşət xoşuna gəlir. Bizim bəli, favorit avtomobillərdən, modellərdən biridir. Biz şəhəri belə Mage avtomobili ilə gəzmişik. Burada gələndə seçimi yenə də Mage modeli oldu. Biz hətta Huge modeli ilə və Mage modeli diləndə Sevinç xanım deyir ki, yox, mən Mage-dən gələcəm. Öyrəşmişəm artıq, bəli, bir mənalarla öyrəşib. Seçim fərqləri çoxdur. Mage modeli daha sportdur. Yipay 008 daha biznes klass bir SUV tipli avtomobildir. Və fərqləri, üstün görünüşləri, üstün imkanları barədə də ətraflı məlumat veriləcək. Vaxtımızı itirməyək. Gedək Şəkinin mərkəzinə, tarixdə görüşənədək. Səkisində dağlar qədər qədim Şəki, dostlarına üzü açıq, düşməninə qənim Şəki. Ey dağların səkisində dağlar qədər qədim Şəki, dostlarına üzü açıq,
söhbəti duzlu Şəki. Zarafatı baldan şirin, söhbəti duzlu Şəki. Yaşı qoca, özü cavan, ay gülər üzlü Şəki. Yaşı qoca, özü cavan. Şəki şəhəri üçün səciyyəvi xüsusiyyətlərindən biri də burada yerləşən kiçik həcmli mağazaların, dükanların olmasıdır. Gördüyünüz bu dükanlarda tarixi mədəni irsi özündə əks etdirən kəlağaylar, xalçalar, toxunma xalçalar satılır. Əl işləri daha çox üstünlüyü təşkil edir. Bu tipdə əl işlərimiz ki var. Və yeri gəlmişkən Sevinç xanım artıq kəlağayı da alıb. Çox mübarək, sizə çox yaraşır. Bizim xanımlar bir qədər alış-veriş də ediblər. Və bir sıra dulusçuluq və xalçaçılıq abidələri, xalçaçılıq məhsulları geniş vüsət alır. Əl işləridir. Gördüyünüz belə kiçik tipli taxtadan hazırlanmış avtomobillər, saxsı qablar, bunlar mis qablardır. Misdən hazırlanmış qablardır. Və bir sıra buradan xatirə kimi ala biləcəyiniz məhsullar çoxdur, həddən artıq çoxdur. Mən də bir sıra məhsulları görüb bəyənmişəm və kiçik bir xatirə kimi əldə etmək fikrim var. Ən çox da bir şey də vurğulayım ki, sizə bu tipdə bir gördüyünüz əl işlərimlə işlənən çantalar var ki, ən çox da xanımların zövqünü oxşuyur və Şəki üçün ənənəvi sayılan Şəki pitisi bu cür saxsı qablarda hazırlanır, pişirilir. Bunları da burada çox tapa bilərsiniz. Bunların hər biri satdıqdadır və bir şey də vurğulayım ki, saxsı qabda bişirilən yeməklər həddən artıq çox dadlı olur. Və mən də saxsı qabda bişirilən yeməkləri həddən artıq çox sevirəm. Yeri gəlmişkən bugün planlayırıq ki, bugünkü görüntülərimizi və çəkilişlərimizi yekunlaşdırdıqdan sonra bir Şəki pitisində dadına baxaq. İndi isə gedək Karvansaraya, Karvansaradan olan ən son görüntüləri sizə təqdim edək. İstəyirəm bir qədər də ümumi məlumat verim Karvansara haqqında. Karvansara 300-dən çox otağa sahibdir və ən çox da otaqda olan nömrələrdə Karvansarada yaşayan tacirlər yaşayırdılar. Necə? Deməli, gördüyünüz bu məkanlar, aşağıda olan məkanlarda heyvanları, yəni dəvələri, atları saxlayırdılar. İkinci mərtəbədə gördüyünüz bura ikinci mərtəbə sayılır. Əslində birinci mərtəbə deyil, bura ikinci mərtəbə sayılır. Burada özləri alış-verişlərini edirdilər, yəni ticarətini burada edirdilər. Yuxarı üçüncü mərtəbədə isə, burada gördüyünüz üçüncü mərtəbədə yaşayırdılar. Ümumi ərazisi 6000 kvadrat metrdən ibarətdir. Səhv eləmirəmsə, burada yaşayan tacirlər ödəniş də edirdilər, burada yaşamaqdan ötürü və çox vaxt elə burada alış-verişlərini, bütün məhsullarını burada gətirib satıb yenidən öz ölkələrinə də qayıda bilirdilər. Yeni məhsullar da alırdılar. Bilirsiniz ki, burada hal-hazırda Şəki şəhərində ipək məhsulları daha çox məhsul idi. Kəlağaylar, ipək parçalar alırdılar və onları da aparıb öz ölkələrində sata bilirdilər. Bu ümumi ərazisi 6000 kvadrat metr olan yuxarı Karvansara Şəki memarlıq üçün səciyyəvi olan kərpic və çay daşının birlikdə işlədilməsinə xüsusi kolorit verir. Tikili relyefə uyğun olaraq küçəyə baxan hissədə 14 metr, içəri hissədə isə 8 metr hündürlüklə inşa edilib. Bayaq da bildirdiyim kimi 300-dən artıq otaq və zirzəmidən ibarət olan Karvansaranın 2 giriş darvazası var. Bina 3 mərtəbəlidir. Tacirlər, bayaq da bildirdim ki, öz mallarını zirzəmiyə yığırlar, heyvanları da orada saxlayırdılar. Birinci mərtəbədə alver edir, ikinci mərtəbədə yaşayırdılar. Darvazanın içəri hissəsinin tavanı kərpicdən tağlı günbəzlərdir. Yaxın şərqdə ən böyük deməli kərpicli tağlı günbəzlərdən biri sayılan əsas girişin zəngin bəzədilmiş tağlı relyefin çox maylı üzündən binanın küncündə 3-cü mərtəbədə səciyyəvi şəkildə inşa edilib. Sadə həyəti, tağməllərlə örtülü eyni ölçülü hücrələri, həyət heyvanları, hovuz və onlara əhatə edən yaşıllıq Karvansaranın ümumi kompozisiyasını tamamlayır. Bugünə kimi öz gözəlliyi, memarlıq üslubunu qoruyub saxlayan və hazırda otel kimi fəaliyyət göstərən yuxarı Karvansara Şəkinin zəngin, maddi və mənəvi isə malik bir şəhər olmasının bariz nümunələrindən biridir. Bu Şəki şəhərində yerləşən yuxarı Karvansara haqqında
ilkin tanıtım mərhələsi idi. Yəni biz maksimum dərəcədə çalışdıq ki, ilkin məlumatı verə bilək. Bura gələ bilməyənlər üçün, burada ola bilməyənlər üçün və təbii ki, bura tez-tez turistlər gəlir. Digər ölkələrdən çox böyük məmnunluq və fəxr hissi ilə izləyirlər. Çünki bugünkü dövrümüzə gəlib çatan çox nadir tapılan karvansaralardandır ki, və yeri gəlmişkən Şəki şəhərinin yuxarı karvansarası və aşağı karvansara səhv eləmirəmsə ümumdünya mədəni irsinə salınıb. 1514-cü maddə ilə qeydiyyata alınıb. Belə, bu bizim Şəki karvansarası haqqında olan görüntülərimiz idi. İndi isə gedirik Xan Sarayına. Xan Sarayından olan eksklüziv görüntüləri və Xan Sarayı haqqında olan ən son məlumatları sizə çatdıracağıq. Yolçu yolda gələk. Dağlar qədər qədim Şəki, dostlarına üz açır, düşməninə qənim Şəki, zarafatı baldan şirin, söhbəti duzlu Şəki. Zarafatı baldan şirin, söhbəti duzlu Şəki, yaşı qoca özü cavan, ay gülər üzlü Şəki, yaşı qoca özü cavan, ay gülər üzlü Şəki. Şəki, Şəki, igidlər oyladı, Şəki, Şəki, ömrümün növradı. Şəki, Şəki, igidlər oyladı, Şəki, Şəki, ömrümün növradı. Səbuhinin öz yurdusan, nəğmə yurdu söz yurdusan, neçə övladını pərvazlanıb uçurmusan. Səbuhinin öz yurdusan, nəğmə yurdu söz yurdusan, neçə övladını pərvazlanıb uçurmusan. Zarafatı baldan şirin, söhbəti duzlu Şəki. Gəlmişik Xan Sarayına. Daha doğrusu hal-hazırda olduğumuz məkan Şəkinin qala divarlarıdır. Bura içəri şəhər sayılır, Bakıdakı kimi və xanın ümumi yaşayış məkanı bura sayılıb. Burada əsrə dövrümüzə gəlib çatmış bir xan sarayıdır. Bir də onun qulluqçularının kiçik bir evi var, o qalıb. Yəni çox binalar dövrümüzə gəlib çatmayıb. Rusiya imperiyası dövründə, Çar dövründə Şəki xanlığı işğal olunduqdan sonra çox binalar dağıdılıb. İndi olduğumuz məkan, burada Şəki sənətkarlarının əl işləri nümunələri var. Muzey kimi fəaliyyət göstərir və şəhərdən gələn turistlər həm əl işlərlə tanış ola bilirlər, həm də xoşuna gələn aksesuarları alıb əldə edə bilirlər. Yeri gəlmişkən hal-hazırda Şəkidə 3-cü MDB oyunları keçirilir. Keçirdiyi məkanlardan biridir, daha doğrusu belə deyək, daha düzgün olar. Şəhərdə kifayət qədər turist var, həm Şəki kimi. MDB oyunları ilə əlaqədar olaraq turistlərin sayı həddən artıq çoxdur. Görsənən bu bağ isə Xan bağının bir hissəsinə aiddir. Bax, bu gördüyünüz məkanlar Xan bağının bir hissəsinə aiddir. Təbii ki, burada da Şəkidə fəaliyyət göstərən iş adamları öz məhsullarını nümayiş elətdirirlər. Təbii ki, Şəkidə də ən çox məşhur olan Şəki halvasıdır. Şəki halvasının dadı, öz xüsusiyyəti və keyfiyyəti ilə həmişə seçilib. Yaxınlaşa bilərik bu stendə. Salam, hər vaxtınız xeyir. Xoş gününüzə gələk. Bizdə yoldasan verilişidir. Azərbaycanı qarış-qarış gəzirik və Azərbaycan haqqında xarici ölkələrə və bizi izləyən hər birinizə məlumat veririk. Əli Əhməd Şirniyyat evinin stendidir bu. Çox yaxşı şirniyyatları var. Ən məşhur şirniyyat evlərindən biridir. Şəki halvası və məkanın yerləşdiyi stenddir bu. Harada yerləşir? Şəki halvası özünün xüsusiyyətinə görə nə ilə fərqlənir? Əsas birinci növbədə təmizliyi ilə, ləpəsi ilə. Qoz ləpəsi var, fındıq ləpəsi var. Yəni əsas birinci növbədə ləpə təmiz olmalıdır ki, gələn adamlar da baxsın dadına, görsün ki, həqiqətən də şəki halvası nədir. Və neçə ildir bu işlə məşğulsunuz? 1950-ci ildən bu işlər fəaliyyət göstərilir Ələhmə Şirniyyat evi. Və nəsilliklə də ötürülə gəlir. Bu bir ailə
Bəli. işidir, bir ailə tarixçəsidir ki, gördüyünüz bu nəsildən nəslə ötürülür. Sizə işlərinizdə uğurlar arzulayırıq. Halvanın dadına baxa bilərikmi? Məncə də çox maraqlı olacaq. Sevinç xanım, niyə tək baxıram? Mən şəkər halvasını çox sevirəm. Mən də çox bəyənirəm şəkər halvasını. Həqiqətən dadından doyulmaz. Əllərinizə sağlıq. Allah işinizi avan eləsin. Çox möhtəşəmdir. Yenə də deyirəm, Bamiyələr də çox dadlı olur. həddən artıq. Yerlərimiz də var, hər bir şey var. Muxalvası var, dumdum halvası var, kəhrbası var. Bir çox çiğniyyatlarımız var. Bir çox çeşidlərimiz var bizim. Azərbaycanın özəlliyi ondadır ki, hər bölgəmizin özünə məxsus şirniyyatı, yeməkləri və mətbəxi var. Bölgələrimizi gəzə-gəzə bunların hər birini sizə göstərməkdə məmnunluq duyuruq. Məncə də gəlin Şəkiyə və mütləq şəkildə heç olmasa ömrümüzdə bir dəfə də belə olsa şəki halvasının dadına baxmalısınız. Çox dadlıdır. Əllərinizə sağlıq, minnətdarıq. Sağ olun, buyurun. Xoş olsun, Allah xoş olsun. Minnətdaram. Bəli. Nə tapmısınız Sevinç xanım? Oo, nə gözəl. Eləyəcəm. Eləyəcəksiniz. Biz böyük arzum olub bu. hətta biz indidən Sevinç xanıma öz fəaliyyətində uğurlar arzulayırıq. Ümid eləyirik ki, çox möhtəşəm bir duluzçuluq, bəli, duluzçu məmulatı ərsəyə gətirə biləcək. Şirin söhbəti duzlu şəki Zarafatı baldan şirin söhbəti duzlu şəki Yaşı Sevinç xanım öz duluzçuluq məhsullarını hazırlayana qədər, demək olar ki, hazırladı daha doğrusu. İstəyirəm buradakı növbəti stendə yaxınlaşaq. Bu Şəki sahəsində ümumiyyətlə Azərbaycanda geniş olan şəbəkədir. Gördüyünüz bu şəbəkələri bu şəxslər hazırlayırlar. Qardaş salam, hər vaxtınız xeyir olsun. Xoş gününüzə gələk. İstəyirəm bir qədər bu şəbəkələr barədə məlumat verərdiniz. Şəbəkə necə yığılır, əsas xüsusiyyəti nədir və neçə ildir bu işlə məşğul olursunuz? Mən 15 ildir bu işlə məşğul oluram. Ustadım Rəsulov Tofiqdən öyrənmişəm. Şəbəkələr taxta və şüşə parçasından mismarsız, kleysiz yığılma üsulu ilə hazırlanır. Bunu ümumiyyətlə nə mismar, nə kley vurulur? Bəli, burada gördüyünüz kimi bax. Sökürəm də özünüz hal-hazırda görürsünüz. Bax, hamısı bir-bir bu formada. Gördüyünüz kimi. Söküldü. Sökərəm axıra kimi sadəcə vaxt. Deməli bu detalların hər biri xüsusi ölçülərlə Bəli. və xüsusi dəqiqliklə hazırlanır. Bəli. Burada çeytöj var. Bu çeytöj hazırlanır. Çeytöjə uyğun detallar hazırlanır. İlk öncə çertyoş hazırlanır. 0.50 kiçik və yaxud böyük olanda bu şəbəkə yığılmır. Ya boş olur, ya böyük olur, bağlanmır. Yəni tam olaraq Tam dəqiq dəqiq, ölçü ilə bəli, hesablanmalı bəli, və hazırlanmalıdır. Əsasən də rəsm xətt, riyaziyyat, həndəsəni çox yaxşı bilmək lazımdır. Ki bunu yığıb ərsəyə gətirmək mümkün olsun. Bir detal hazır olmaq üçün 7-8 proses keçir. Yəni normalda gördüyümüz bu belə bir sənət əsərinin ərsəyə gəlməsinə nə qədər vaxt gedir? Bu sənət əsərinin ərsəyə gəlməsi üçün azı 15 gün vaxt lazımdır. 15 gün. Bəli. Hələ bu kiçikdir. Bəli. Böyüklərinə daha böyük müddət tələb Məsəl üçün olunur. buna 2 ay vaxt istəyir. Belə bir Görürsünüz xırdalığı. Bəli. Çox incə şəbəkə. Maraqlıdır. Çox gözəl əl işləriniz var. Çox maraqlı əl işləriniz var. Və yeri gəlmişkən Xan Sarayının pəncərələri də şəbəkə ilə yığılıb. Bu tipdə şəbəkə ilə yığılır. Bizim ustamız baxır. Onun bütün təmirinə və hazırlanmasına sizin ustadınız baxır. Çox gözəl. Axırda da belə bu bağlanır. Arxasında da 2 dənə küy vurulur. Taxta parçası da deyək. Bəli. Yəni burada kleydən, mismardan konkret olaraq istifadə olunur. Axıra kimi son. Yəni sona qədər bildiyiniz, bəli. Sərt şəkildə. Yəni o da güc birlikdədir məsələ var. Bəli. Bir-birini toxuyur. Artıq o gücdür. Möhkəm. Çox maraqlı və həm də gözə çarpımlı əl işləriniz var. Əllərinizə sağlıq, Çox sağ ustad. olun. Minnətdaram. Gəldiyiniz üçün təşəkkürlər. Biz sizə təşəkkür edirik ki, vaxt ayırdınız, başa saldınız, göstərdiniz bizim izləyicilərə. Burada isə gördüyünüz o bildiyiniz keçələrin üzərində toxunma əl işləridir. Çox maraqlı əl işləri var. O misal üçün səhv eləmirəmsə Leyli və Məcnundan, bəli, Leyli və Məcnundan olan bir nümunədir. İllüstrasiyanın keçə üzərində tikilmiş formasıdır.
Bu da Bəhram və Bəhram Gürün səhv eləmirəmsə, bəli, Bəhram Gürdən götürülmüşdür. Nizami Gəncəvinin Bəhram və Gür. Xosrov və Şirin. O Leyli və Məcnundur. Leyli və Məcnundur. Şirinin, Fərhad Şirindir. Fərhad və Şirindir o. Bəli. Hə, mən Bəhram Gürlə səhv saldım onu. Bunlar hamısı əl işlərdir, keçə sənətidir, onlar da tikmə sənətidir. Bunlar sizin stentdir. Bəli, mən istəyirəm. Çox gözəl əl işləriniz var. Sağın bacıblan ikimiz bir yerdə işləyirik. Bunların hər biri toxunmadır. Gördüyünüz tikmədir. Qədim tikmə sənəti sırf Şəkiyə məxsus sənətdir. Bunu əllə tikirsiniz? Bəli, əllə. Yəni bildiyiniz tamamilə əl işlərdir bunlar. Əl işlərdir, sıfırdan başlayırıq, yəni heç bir texnika, heç bir avadanlıq yox, yalnız əl işlərdir. Yalnız əl işlərdir. Gözəl. Əllərinizə sağlıq. Gedək. Gedək Xan Sarayına. Xan Sarayından olan ən son məlumatları sizlərə çatdıraq, görüntüləri paylaşaq. Ondan sonra gedirik Kiş məbədinə. Azərbaycan mətbəxi çox genişdir və bilirsiniz ki, Azərbaycan mətbəxinin şah əsəri sayılan plov Şəkidə də bişirilir. Ələl-xüs və özünə məxsus dadı var. Eyni zamanda Şəki düşbərəsi və bu da ki, aşın yanında əvəz olunmaz nemət olan aşqaradır. Çox dadlıdır. Şəkiyə gəlmisənsə mütləq bunların dadına baxmalısan. Necə ki, mən indi bunların dadına baxacağam. Möhtəşəm dadları var. Həqiqətən də məsləhətdir ki, Şəkiyə gəldisə, pitidən əlavə bunları da mütləq yeməlisiniz. Həmişə demişəm, yenə də deyirəm, Azərbaycan nəinki öz təbiəti ilə, tarixi abidələri ilə, eyni zamanda möhtəşəm mətbəxi ilə də seçilir. Dünya irsində bariz nümunələr sayılan yeməklərimiz var ki, onları sağ olsun bizim aşpazlar bütün dünyaya tanıdırlar. Əlbəy dadlıdır. Çox dadlıdır Rüfət. Həddən artıq. Yəni çəkiliş qutarıb, amma mən yeyib qutarmamışam o dərəcədə. Yəni aşın dadı, düşbərənin dadı möhtəşəmdir. Aşqaraya söz yox. Həqiqətən mən bizim yeməkləri çox bəyənirəm və Azərbaycanın hansı regionuna gedirəmsə, mütləq şəkildə həmən regionun, həmən rayonun bişirilən yeməklərin dadına mütləq şəkildə baxmalıyam. Gəlmişik Xan Sarayına, Azərbaycanın ən gəzməli, görməli və tarixi abidələrinin incisi sayılan məkanlardan birinə. Xan Sarayı haqqında ən dolğun məlumatı elmi işçi olan Zəminə xanım bizə verəcək. Zəminə xanım, xoş gördük sizi. Xoş gəlmisiniz, çox şadam sizi burada görməyə. Siz Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şəkidəsiz və Şəki deyəndə əlbəttə ki, ilk yada düşən məhz Şəki Xan Sarayıdır. Çünki Şəki Xan Sarayı Azərbaycan memarlığının incilərindən biri sayılır və Şəki xanlığının günümüzə qalan ən möhtəşəm memarlıq abidəsi məhz Şəki Xan Sarayıdır. Bu saray 18-ci əsrdə müstəqil Şəki xanlığının əsasını qoymuş Hacı Çələbi xanın nəvəsi Məhəmməd Hüseyn xan Müştaqın zamanında tikilmişdir. Və hazırda bu saray dünya mədəni irsi siyahısında qorunan bir abidədir. Belə ki, 2019-cu ildə şəhərin tarixi mərkəzi ilə birlikdə Şəki Xan Sarayı UNESCO-nun dünya mədəni irsi siyahısına daxil edilmişdir. Və bildiyiniz kimi Azərbaycan ərazisində bu siyahıda olan İçəri şəhər kompleksidir. Şirvanşahlar Sarayı ilə birlikdə Qobustan və daha sonra tarixi memarlıq abidəsi kimi məhz Şəkinin tarixi mərkəzi ilə birlikdə Şəki Xan Sarayıdır. Bu saray 2 mərtəbəli bir tikilidir. Bu sarayda sadəcə yerli memarlığı deyil, eyni zamanda müxtəlif memarlıqların təsirlərini də duymaq mümkündür. Çünki saray İpək yolu üzərində yerləşən bir şəhərdə inşa edilmişdir və İpək yolu vasitəsilə şəhərimizə təşrif buyuran müxtəlif tacirlər bura sadəcə satmaq üçün hansısa əmtə deyil, eyni zamanda öz mədəniyyətlərini, incəsənətlərini də gətirirdilər. O yüzden bu sarayda müxtəlif təsirlər duyulur və bütün onu seyr edən insanlarda xoş təəssürat yaradır. Saray ümumiyyətlə 2 mərtəbəli bir tikilidir, 6 otaqdan ibarətdir, 2 güzgülü eyvanı var və sarayın həm interyeri, həm eksteryeri müxtəlif həndəsi, nəbati rəsmlərlə bəzədilmişdir. Rəsmlər təbii boyalarla işlənmiş rəsmlərdir və onların 85% olduğu kimi saxlanılır. 15% bərpa işləri aparılmışdır. Sonuncu dəfə bərpa işinə vaxt aparılır Sonuncu sarayda? bərpa 2002-2004-cü illərdə aparılmışdır və sarayın
ən məşhur hissəsi onun şəbəkə pəncərələridir. Bu pəncərələrin hər bir kvadrat metri 5000 dənə taxta və rəngli şüşə parçasının mismarsız, yapışqansız bir-birisinə geyindirilməsi üsulu ilə yığılmışdır. Vaxtilə bu şəbəkələrdə istifadə olunmuş şüşələr, rəngli şüşələr ipək yolu vasitəsilə Venesiyadan, Muranodan gətirilərmiş və şəklin ipəyi ilə mübadilə edilərmiş və o şüşələr dünyanın ən incə şüşələrindəndir. Onların qalınlığı cəmi 1 millimetrdir. Və sarayda 6 otaq var. Onlardan birincisi divanxana otağıdır, hansı ki orada qərarlar qəbul edilib, əmrlər verilib. Dəftərxana otağı, qonaq otağı, xanın şəxsi iş otağı, xanımların otağı kimi otaqlar ayrılır və saray sadəcə öz memarlığı ilə deyil, eyni zamanda rəsmlərinin simvolikası ilə də insanlarda xoş təəssürat yaradır və digər tikililərdən fərqlənir. Belə ki, sarayda çoxlu sayda nar ağacları təsvir olunmuşdur. Nar isə cənnət meyvələrindəndir. Meyvələrin şahı, sultanıdır. İçərisində olan dənələr xalqı, onlar arasında pərdələr isə xalq içərisində olan müxtəlif millətləri, dinləri, etnik qrupları göstərir və onlar hamısı birlikdə bütöv bir dövləti yaradırlar. Bu da Azərbaycanın ta qədimdən tolerant, multikultural bir dövlət olduğunu, multikulturalizmin köklərinin hələ xanlıqlar dövrünə dayandığını sübut edən bir simvolizmdir. Bir qədər həyətdəki olan görüntülər barədə də sizə məlumat verərdiniz. Xan bağı haqqında, yəni məşhur çinarlar barəsində də informasiya verərdiniz bizim izləyicilərə. Əlbəttə ki, sarayın bu məkanda tikilməsinə səbəb olan ilk növbədə bu qoşa çinarlardır. Çinarlar saraydan təqribən 2 əsr öncə 1530-cu ildə əkiliblər. Hazırda onların 500-ə yaxın yaşları var və həmin çinarlara simmetrik olaraq Xan sarayı inşa edilmişdir. Çinarlar şərq çinarı növündəndir və biz onları adətən Xan çinarı adlandırırıq. Bu növ çinarlar adətən 1000 ilə yaxın yaşayırlar və çinarlar öz uzun ömürlükləri, əzəmətləri ilə Xan sarayı ilə birlikdə bir harmoniya yaradırlar. Bağa xüsusi qulluq olunurmu? Təbii ki, xüsusi qulluq olunur və çinarlara xüsusi qulluğa ehtiyac var, yoxsa təbii şəkildə, necə deyərlər, öz dövrlərini, əsrlərdən qalmış həyatlarını davam edirlər? Çinarlar öz həyatlarını təbii şəkildə davam etdirirlər, ancaq vaxtaşırı quru budaqları kəsmə halları baş verir ki, onları təhlükəsizlik təmin etmək üçün vaxtaşırı budama işləri aparılır. Ancaq belə bəslənmə yalnız təbii şəkildə. Təbii şəkildədir. Çox sağ olun, minnətdaram ətraflı məlumat verdiyiniz üçün. İnanıram ki, bizim bu görüntülərimiz bizdən gələcək nəsillərə də çatacaq və bu memarlıq abidəsinin bugünkü günümüzə qədər qorunub saxlanılmasına və bizdən sonraki nəsillərə çatdırılmasına görə əvəzsiz xidmətlərinizə görə sizə öz minnətdarlığımızı bildirdik. Var olasınız, nə yaxşı ki varsınız, nə yaxşı ki keçmişimizi gələcəyimizə çatdıra bilirsiniz. Çox sağ olun. Bizim bu vətəndaşlıq borcumuzdur və düşünürəm ki, ən gözəl, ən şərəfli borc da elə məhz keçmişi gələcəyə daşımaqdır. Təşəkkürlər, var olasınız. Belə dostlar, bu Xan sarayı haqqında bir məlumat idi. Xan sarayının təbii ki, görüntülərini biz sizlərə göstərəcəyik. Otaqların görüntüləri və otaqlarda olan illüstrativ görüntülər, şəkillərin hər biri sizə çatdırılacaq, sizinlə paylaşılacaq. İndi isə gedirik Kiş məbədinə. Bizim sonuncu nöqtəmiz və həm məbəd haqqında geniş məlumat veriləcək, həm də bizim avtomobilin tam texniki göstəriciləri orada qeyd olunacaq. Dostlar, gəldik Şəki şəhərinin Kiş kəndinə. Burada Kiş Alba məbədini sonuncu görüntülərini sizə göstərəcəyik və bugünkü çəkilişin ərsəyə gəlməsinə görə bizə yardımcı olan Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinə, xüsusən də İctimaiyyət Əlaqələr Şöbəsinin rəhbəri Rəfiq İsmayılova minnətdarlığımızı bildiririk ki, bizə dəstək oldular. Bugünkü səfərimizin ərsəyə gəlməsinə və tarixi memarlıq abidələrinin
dünya irsinə, dünya şəxslərinə və dünyada yaşayan hər bir şəxsə çatdırılmasına bizə yardımcı oldular. Buna görə ayrıca minnətdarlığımı bildirirəm. Çünki bu mədəni irsi biz gələcək nəsillərimizə də, gələcək övladlarımıza da çatdırmalıyıq. O ki qaldı Kiş məbədinə, indi Kiş məbədinə yaxınlaşırıq. Məbəddə olan son görüntüləri, niyə tikilib, niyə mədəni irs kimi qorunur, o haqda sizə məlumat verəcəyik. Dostlar, gəlmişik Kiş Alban məbədinə. Kiş Alban məbədi Şəki şəhərinin Kiş kəndində yerləşən 1-ci əsrə qədər tarixi gedib çıxan bir məbəddir. Bura gəlməyimizin də səbəbi var. Çünki Kiş Alban məbədi turistlərin ən çox ziyarət etdiyi və gəlib baxdığı bir məkanlardan biridir və eləcə də bayaq vurguladığım kimi tarixi çox qədimlərə gedib çıxır və Qafqazın da yeri gəlmişkən ilk kilsəsidir. Məncə də bura gəlməyimizi daha yaxşıdır və buradakı olan informasiya da sizin üçün maraqlı olacaq. Təbii ki, mən burada tək deyiləm. Günaz xanım buradadır. Günaz xanım, xoş gördük. Necəsiz? Sağ olun, yaxşıyam. Siz necəsiz? Mən də yaxşıyam, təşəkkür edirəm. Buyuraq keçək içəri və ən son görüntüləri, ən dəqiq məlumatları sizdən alaq. Təbii ki. Günaz xanım, İstəyirəm Kiş Alban məbədi haqqında geniş bir məlumat verəsiniz izləyicilərimizə. Bu məbəd necə olub yaranıb, necə olub tikilib və niyə burada ərsəyə gəlib? Məncə də bizim izləyicilərimiz üçün də çox maraqlı olar. Olar, təbii ki. Deməli, Alban memarlığı ümumən Azərbaycan memarlığının ayrılmaz hissəsidir, xüsusən də Alban dini memarlığı. Və bu memarlığın ən parlaq incilərindən biri olan hal-hazırda Kiş məbədindəsiz siz. Və məbəd nəinki Azərbaycanda, bütün Qafqazda xristianlığın, belə deyim, simvollaşdıran ilk xristian dinində tikilən ilk tikili hesab olunur. Məbəd eramızın 1-ci əsrində Müqəddəs Yelisey deyilən İsa'nın həvarisi Fadeyin şagirdinin Yerusəlimdən İsa'nın din qardaşı Yakubun göstərişi ilə gəlməsi ilə və burada kilsəni tikməsi ilə xristianlığın bünövrəsi qoyulub. Hətta belə deyə bilərəm, xristianlıqdan öncə də bu ərazinin Albanların dini mərkəzi olduğunu, hətta burada eradan öncə də xristianlığa qədər də insanların dinlə məşğul olduğunu göstərən qalıqlar tapılıb. Burada aparılan material analiz zamanı sübut olundu ki, kilsə qurulmamışdan əvvəl burada aya sitayiş olunub və ay məbədinin qalıqları da hal-hazırda şüşələrin alt hissəsində həmin o qalıqlardan bir qismini də görə bilərik. Həmin ay məbədinin qalıqları üzərində 1-ci əsrdə kilsə qurulub və xristianlıq buradan başlayaraq digər bölgələrə yayılmağa davam edir. Üzr istəyirəm Günaz xanım, belə başa düşdüm ki, burada yaşayan kənd cəmaatı əvvəllər aya sitayiş ediblər. Ümumən xristianlığa qədər də Albanlarda, Azərbaycanda bir çox ibtidai dinlər olub da, o da sitayişdir, günəşə inanc, aya sitayişdir, yəni səma cisimlərinə inanc olub və burada bəli daha çox aya sitayiş olunub, xüsusən də məbədləri Ayselena məbədi olaraq adlandırıblar və Ayselena məbədinin burada həmin o qalıqları var və burada qədim məbədin divarı və bünövrəsi bu qeyd olunan qədim məbədin divar və bünövrə qalığı həmin xristianlıqdan öncəki ibadət yerinin qalıqlarıdır. Bunlar deməli bu xristian məbədi də həmin köhnə qədim məbədin üzərində tikilib. Bəli, həmin o köhnə məbədin qalıqları üzərində bu kilsə qurulub və xristianlıq buradan kök salıb. Bəs içəridəki tikiliş quruluşu və içəridəki olan bu gələn izləyicilər nümayiş olunan həmən o bəzi hissələr, detallar ki var, onlara barədə bir qədər məlumat versəydiniz. Təbii ki, bura ümumən 2000-ci ilə qədər yerli kənd əhalisi tərəfindən ziyarət kimi qorunub, saxlanılıb. Yəni, insanların inanc yeri olaraq bura çox dərin hörmət olub, hətta bugünkü gündə də bu hörmət davam edir. Elə xüsusən də kilsənin qədimdən günümüzə qədər çox yaxşı vəziyyətdə gəlib çatmasının əsas səbəblərindən biri də yerli insanlar tərəfindən onun xoş şəkildə qorunub saxlanılması olub və sonradan artıq 2000-ci ildən 2003-cü ilə qədər Azərbaycan-Norveç proqramına əsasən bircə Kiş layihəsi adı altında burada arxeoloji qazıntı və təmir işlər görülüb. Bu qazıntı və təmir 3 il müddətində həyata keçirilib. 2003-cü ildən isə bura muzey kimi açılış olub. Və burada həmin o gördüyünüz şüşələrin alt hissəsində olan qəbir nümunələridir. İçəridə gördüyünüz eksponatlar da sırf arxeoloji qazıntılardan əldə olunan məmulatlardan, yəni əldə olunan eksponatlardan
bir qismidir. Qəbirlər isə tədqiqatçıların fikrincə vaxtilə kilsəyə xidmət göstərmiş din xadimlərinə məxsus olan qəbirlərdir və burada tapılan qəbirlər də hətta onu göstərdi ki, bizim qədim kökümüzdə, soyumuzda yaşayan insanlar uca boylu, sarışın, rəngli gözlü olublar və bunu nəinki sözdə qalmasın deyə şüşənin alt hissəsində bir neçə qəbri bu şəkildə açıq saxlayıblar ki, insanlar da bunu əyani olaraq hər qəbirdən bir nümunə olaraq görə bilsinlər. Və qəbirlərdə həqiqətən mən də bayaq fikir verdim. İnsanların boyları həddən artıq uzun olub və hündür boylu olublar. 2 metrə qədər boyları çatırmır. 2 metr və 2 metrdən daha yuxarı boylarda olublar. Bir də bir nüansı vurğulayım. Bayaq qeyd elədiniz ki, Qafqazın ilk kilsəsidir. Təbii ki, Qafqazda ilk xristianlıq kilsəsi hesab olunur. Ümumiyyətlə bildiyim qədəri başqa bir kilsələr də olub Qafqazda, amma günümüzə qədər ən yaxşı vəziyyətdə elə yerli cəmaatın sayəsində qorunub saxlanılan Kiş kilsəsidir. Belə deyə bilərəm ki, Azərbaycanda hal-hazırda təkcə bu kilsə deyil, Azərbaycanın bir çox yerlərində, xüsusən də dağlıq bölgələrində Alban kilsələri var. Hətta bizdə içəridə nümayiş olunan xəritədə də siz onlardan görə bilərsiniz də onların hal-hazırdakı belə deyim, hansı yerlərdə yerləşməsinə aid olan xəritəmiz var. Təkcə bu kilsə deyil, sadəcə bu kilsəni belə deyirik ki, yəni ən yaxşı qorunub saxlanılar. Amma digər bölgələrdəki kilsələrdə getdiyiniz zaman, bəli, orada onların qalıqlarını görə bilərsiniz. Bir qədər də bu daşlar barədə istəyirdim bir informasiya alım. Gördüyümüz bu qədimi daşlar niyə burada saxlanılıb? O özü qəbirdir, qəbir nümunəsidir. Burada ümumiyyətlə tapılan qəbirlər sərdabələrdir, katakomba tipli qəbirlərdir. Bunlar buradan tapılan qəbirlərdir. Oradakı qəbir isə sənduqa qəbir adlanır. Buna yəni sarkofaq da deyirlər, sənduqa qəbir də deyirlər. Sənduqa qəbirlər Alban xristianlığında 4-cü əsrdə Albaniyada xristian dini rəsmən qəbul olunandan sonra daha çox məşhurlaşıb. Çünki bu tipli qəbirlərdə xristian yüksək təbəqəli insanları dəfn olunurdu və bu qəbrin də bir çox variantı Şəkinin digər kəndlərindən tapılıb. Bu qəbir özü də Şəkinin Böyük Dəhnədən Kiçik Dəhnəyə gedən yolun sol tərəfindən Şəki sakini tərəfindən tapılıb və Şəki arxeologiya qrupunun da dəstəyi ilə qəbir çıxarılaraq bura gətirilib. Belə bildim, əvvəl qəbir burada olub. Yox, bu qəbir dediyim kimi, burada şüşələrin alt hissəsində gördüyünüz qəbirlər sırf burada tapılan qəbirlərdir. Amma bu qəbir Şəkinin digər bir bölgəsindən tapılıb. Bildiyiniz kimi də Şəki çox qədim yerdir. Yəni hər torpağında, hər daşında bir tarix yatır. Elədir. Bəs bunlar Yunus xanım? Bunlar da bəli, Şəki 3-cü ərazisindən tapılan qəbrin, yəni xristian qəbrinin kənar daş hissələridir. Orada isə tava daş deyirlər buna yerli əhali. Bu özü qəbir nümunəsidir. Sadəcə yerli cəmaət bu qəbir daşını inanc daşı kimi illərlə qoruyub saxladıqları üçün təmir zamanı da bunu nəzərə alıb. Yəni insanların inancını nəzərə alaraq qəbrin ətraf hissəsini bərpa ediblər. Yəni bu daş həmişə burada olub. Bəli, qəbir nümunəsidir o da. Qəbir nümunəsidir. Çox gözəl. Minnətdaram Yunus xanım. Ətraflı məlumat verdiyiniz üçün. Həqiqətən günümüzün bu günə tarixi abidələrin və tarixi eksponatların qorunub saxlanması çox vacibdir. Gələcək nəsillərə ötürülməsi çox vacibdir. Nəyə görə öz kökümüzü, soyumuzu və Azərbaycanın qədim torpaq olduğunu bir daha bütün dünyaya sübut edir. Təbii ki, mən təkcə bələdçi olaraq yox, yəni Azərbaycan vətəndaşı olaraq deyə bilərəm ki, bizim tariximiz çox dəyərlidir. Çünki Azərbaycan tarixi köklərinə endikcə həqiqi mənada çox dərindir. Yəni bu dərinliyi günümüzə gəlib çatdırıblar və biz də bunu qoruyub saxlamaq bizim təbii ki borcumuzdur. Bir vətəndaş olaraq borcumuzdur. Eyni zamanda vətənimizə olan hörmətimizdən də irəli gəlir ki, biz bu tarixi nə qədər ki gələcəyə çatdırsaq, gələcək nəsillərimiz də bizim tariximizin nə qədər qədim olduğunu görə bilərlər. Təşəkkür edirəm Yunus xanım, minnətdaram, çox sağ olun. Belə dostlar, bu bizim Şəki səfərimizə olan sonuncu məkanımız idi. Təbii ki, Şəki çox böyükdür, çox genişdir, qarış-qarış gəzə də bilərik Şəkini. Amma tarixi məkanlar və tarixi abidələr olaraq daha məşhur olan yerləri istədik sizə göstərək ki, hansı ki dünyanın istənilən nöqtəsindən, ölkəsindən bura vətəndaşlar gəlir və böyük maraqla izləyirlər. Biz bugünkü səfərimizi də, Şəki səfərimizi də beləcə yekunlaşdırırıq. Bu ekskursiya bölümü idi. Təbii ki, biz bura Yipay 008 modeli ilə gəlmişik və Dongfeng modelinin Dongfeng Azərbaycanın sponsorluğu ilə bugünkü çəkilişimiz baş tutdu. Buna görə Dongfeng Azərbaycana öz minnətdarlığımı bildirirəm. İndi isə keçirik Rasimin yanına. Birazdan Rasimlə bir yerdə bizim modelin tam icmalını izləyə bilərsiniz. Dostlar, Şəki səfərimizi artıq yekunlaşdırırıq və gəldik, çatdıq sonuncu nöqtəmizə.
Kişalba məbədinə. Aba məbədində çəkilişlərimiz oldu, görüntülərimiz var. Hər kəsə xoş seyirlər arzulayıram və bizim bugünkü çəkilişimizin əsas səbəbkarı Yipay 008-dir, Dongfeng markasıdır və bir daha Dongfeng Azərbaycana bu çəkilişi ərsəyə gətirdiyinə görə və bizim bu çəkilişimizdə göstərdiyi xidmətlərə görə minnətdarlığımı bildirirəm. Yaxşı ki varlar, yaxşı ki Azərbaycanın tarixi mədəni irsini dünyaya çatdırmağa bizə dəstək olurlar. Buna ayrıca görə minnətdarlığımı bildirirəm hər bir kəsə. Rasim, gəldik çatdıq Kiş kəndinə və deyərdim ki, həqiqətən avtomobilin yüksək səviyyədə testini təşkil elədik və görüntülərdən də görəcəksiniz. Biz dar yollarla, bəlkə də səhv eləmirəmsə, dəniz səviyyəsindən dedilər ki, 2300 metr yüksəklikdədir hal-hazırda yerləşdiyimiz nöqtə və avtomobil problemsiz gəldi, çatdı bura. İstəyirəm avtomobilin tam icmalı barədə, yəni tam texniki parametrləri barədə bizim izləyicilərimizi məlumatlandırasan. İlk növbədə Dongfeng Yipay 008 premium modellərdən biridir. Böyük SUV-dir. Ölçülərinə gəldikcə uzunluğu 5 metrə 2 santdır, hündürlüyü deməli 1972 santdır, enliyi 1732 santdır. Askı sistemindən xırdaca bir texniki məlumatlar. Ön hissədə McPherson'dır. Askı sistemi, arxada çox qollu belə deyək, sərbəst sistemdir. Mühərrik sistemində 1,5 litrlik REV texnologiyalı hibrid sistemidir. Mühərrik də 1,5 litrdədir. Yanacaq növü 92-dir. Yanacaqla bağlı bir məlumat da verim. Bayaq elə maraq üçün baxdım. Deməli biz axırıncı zapravkadan, yəni yanacaq vurulan məqamından bura gələnə qədər 411 km sürülüb yol və yanacaq sərfiyyəti 3,8 litrdir və enerji sərfiyyəti 10,7 kW'dır. Komplektasiyası premium komplektasiyası ən dolu variantıdır, 6 nəfərlik. Yəni maksimum komfort, opsiyalardan deyərdim ki, klimat kontroldür, 3 zonalı oturacaqların isidilməsi, arxa oturacaqların isidilməsi, onun oturacaqların ventilyasiyası, arxada ventilyasiya sistemi, 2 qat şüşələr hansı ki tam rahat effekt verir, yəni sakit effekt verir. Adaptiv kruiz kontroldür, bütün asistentlər mövcuddur. Yəni kör nöqtələr, zolağa nəzarətdir, zolaqdan çıxmadır, böyük monitoru var, ortadan qalxan, çox funksional. Eyni zamanda da ən üstün cəhətdən nədir? İstədiyiniz formatda maşını tam təmizləyə bilirsiniz. Belə. 272 at gücündədir. Bu avtomobillərdə belə deyək, 0-dan 100-ə sürətlənməsi o qədər aktual deyil. Çünki bunun o belə deyək də format deyil. Arası 7 saniyə yaxın 0-100-ə. Çünki əsas premiuma diqqət yönəldilib və maksimum dərəcədə rahatlığa yönəldilib. Faktorlardan biri nədir? 6 nəfər olduğu üçün arxada həddindən artıq çox sərbəstliyi var. Üçüncü cərgədə oturan da sərnişin çox sərbəst oturur. Hətta özüm də yoxlamışam. Yəni öz arxamda oturanda da heç bir sıxıntı falan yaratmır. Yəni bəzi avtomobil var, bu nöqtə nəzərdə sıxıntı yaradır. Balaca uşaq nəzərdə burada yox. Burada tam 6 nəfər rahat şəkildə, sərbəst şəkildə istədiyiniz istiqamətdə, istədiyiniz məsafəyə qət edə biləcəksiniz. Yəni belə deyim də, çox vaxt bildirirlər ki, ən arxa oturacaqlar uşaqlar üçündür. Yox, burada tam rahat 2 nəfər əyləşə bilir, tam komfortlu. Nə baş hissədə məsafə sıxlığı yoxdur, nə ayaq hissədə, nə diz hissədə. Məsafə darlığı yoxdur. Yox, məsafə darlığı yoxdur. Clearance nə qədərdir? 21 sm clearance-dir. Belə deyək, 21 düymlü disklərdir, ən böyük disklərdir. Bu komplektasiyada xüsusi zövqlə salon rəngləri var. Yəni çərpici növ var, qara növ var, bahalı materiallar istifadə olunub. Bir mənalı premium. Yəni ən nöqsan, yəni bir nöqsan deyiləsi bir şey yox ki, nədəsə bir adam bir deyəsən ki, yox, bu şey olsaydı ya. Adaptiv ağıllı faralar, bütün kruqavoy 540 dərəcə kamera sistemi, video qeydiyyatçısı var və gözəl işləməyi var. 4 kamera, 4-ü də eyni zamanda çəkir, video qeydiyyatçı olduğu halda. Belə deyək də, komplektasiya zənginliyi 15 düymlük böyük monitordur, özü çox yaxşı keyfiyyətli video görüntü də verir. Kameralar, bütün məlumatlar özündə saxlayır, yəni hər bir şey təmizlənir. CarPlay dəstəkləməyi var, simsiz şarjdır, xaladelnikdir. Ortada ayrıca monitor var, arxa sərnişinlər hansı ki, özləri üçün sərbəst şəkildə video baxa bilərlər, hansı bir proqram təminatını istifadə edə bilərlər, belə. Və onu da bildirim ki, biz gələn zaman
yol boyu musiqilərə qulaq asdıq. İnternetə qoşulması yüksək səviyyədə idi. Vanos sistemi var, 20 ədəd belə deyək də səs effekti ilə olan çox yüksək keyfiyyətdədir və eyni zamanda da belə deyək də bir var səs sırf qapılardan gəlsin, burada ətraf səsi verir, o effekti ilə. Yəni belə yadda qalır və o effekt elə adama zövq verir. Və əsas nə faktor biz gördük səndə? Sürəndə tam sakit halda, səssiz maşın idarə olunur, səsi yoxdur. Yəni biz yarım tonla bütün yol danışdıq. Hətta bəzi məqamlarda yatanlar da oldu maşında. O da nədən irəli gəlir? Maşın çox sakitdir. Yəni içəridə oturanda çölün heç bir səsi, yaxud da təkərin səsini də hətta hiss eləmirsiniz. Və eyni zamanda da sürdüyümüz yolda gördüyümüz kimi çalı-çotur yol idi, narahat yol idi. Askı sistemi çox gözəl idarə edir. Yəni bir qram, bir məqam da olmadı ki, hansı ki hiss eləndirsin ki, maşının oynaması, yaxud da məsələn idarə etmənin itməsi falan yox. O nöqteyi nəzər, yəni dediyim kimi mükəmməldir. 411 kilometr yol gəlməyimizə baxmayaraq yol yorğunluğu yoxdur. Özümüzü çox rahat və sərbəst şəkildə hiss edirik. Necə ki, bir var ki, uzun yol gəlirsən, yol səni yorur, əzgin olursan, bitkin olursan. Amma bizim gəldiyimiz məsafəyə baxmayaraq və səhərdən çəkiliş etdiyimizə baxmayaraq, sonuncu məntəqəyə qədər avtomobil bizi ideal şəkildə çatdırdı, komfortlu və rahat şəkildə çatdırdı. Məsləhətli avtomobildir. Məncə də özünə biznes klass və komfortlu avtomobil əldə etmək istəyən hər bir şəxs üçün ideal seçimdir. Bu bizim avtomobil haqqında yekun məlumatımız idi. Rasim, minnətdaram. Növbəti dəfə mənimlə yol yoldaşı oldun, gəldik Şəkiyə, Şəkini qarış-qarış gəzdik və... Maraqlı yerində olduq, hansı ki, belə deyək, mən Şəkidə olmuşdum, gəlmişdim, amma açığı bax, bu yerə də heç gəlib çıxmamışdım, yəni mən üçün elə performans oldu, bir belə deyək də, yenə də sürməyim, çünki bu böyük SUV-dir, yəni 5 metr uzunluq, bu az deyil. Və açığı özümdə də bir növ uzun yolda bu avtomobili sürmə bir başqa bir zövq verdi. Yəni adam tamamilə başqa cür özünü hiss edir. Daha rahat, daha təhlükəsiz. Bəli, elədir. Həm də bir şey də vurğulayım ki, uzaq yola çıxdıqda avtomobilə həm əmin olursan və əminliklə səndən bu avtomobil haqqında fikir soruşanları və məsləhət istəyən şəxslərə bildirə bilirsən ki, bu avtomobili test etmişik bu yollarda, bu hündürlükdə və uzaq yolların əsl dostudur. Rasim, çox sağ ol. Dongfeng Azərbaycana da minnətdarlığımı bildirirəm ki, dəstək oldular, köməklik göstərdilər növbəti dəfə və Dongfeng Azərbaycan hər dəfəsində vurğulayıram ki, Azərbaycanın mədəni tarixi irsini gələcək nəsillərə çatdırılması üçün əlindən gələni eləyir, bizə dəstək olur. Buna görə də ayrıca olaraq Dongfeng Azərbaycan rəhbərliyinə də öz minnətdarlığımı bildirirəm. Hal-hazırda bizim bu söhbətimizdən sonra sizə avtomobilin görüntülərini və avtomobilin bura necə gəlib çıxması barədə görüntüləri bizim operatorumuz Rüfət təqdim edəcək və Rüfətə də minnətdarlığımı bildirmək istəyirəm ki, öz peşarlığını göstərdi, yol uzun və yorğun olmağına baxmayaraq görüntüləri və bizlər üçün, sizlər üçün ərsəyə gətirdi. Sağlıq olsun, Bakıda görüşənədək özünüzdən müğayət olun. Sen yanında kalacağım ben.
İstersen bu canımı al yine sana kurban. Sen müşrikin yanında kal yine sana kurban. İstersen bu canımı al yine sana kurban. Sen müşrikin yanında kal yine sana kurban. İstersen bu canımı al yine sana kurban. Sen müşrikin yanında kal yine sana kurban. İstersen bu canımı al yine sana kurban. Sen müşrikin yanında kal yine sana kurban. İstersen bu canımı al yine sana kurban.